Təəssüflər olsun ki, buraxılışımıza Sabirabadda doğrudan da insanlığa sığmayan qəddarlıqla dəhşətli törədilən bir qətl hadisəsindən bağlı bir xəbərlə başlayırıq. Doğrudan da çox təəssüfləndirici və dəhşətli hal ondan ibarətdir ki, dırnaqarası ata öz övladını, 7 yaşlı oğlunu, günahsız bir körpəni qətlə yetirilib. Qeyd edim ki, bu xəbərin nəinki bu hadisənin baş verməsi, hətta bunu eşitmək məncə bütün insanlar üçün çox təəssüfverici bir haldır. Təfərrüatlarını sıradakı sujetimizdən biləcəksiniz. Sabirabad rayonunun Ulacalı kənd sakini 30 yaşlı Röyal Məmmədov 7 yaşlı oğlu Röyamini xüsusi amansızlıqla qətlə yetirib. Uşağın başına 6 çəkic zərbəsi vurub. Uşağı Allah'ın aparıbları ki, anasının yanına aparır. Uşağı öldürür. O insanın başını kəsilməyini istəyir. Uşağım ölüb o da öləcək. Uşağım ölüb o da öləcək. Uşağım ölüb o da öləcək. Başqa heç nə. O tutmaqla mən son yaşda qan istəyir. Ölüm. Narkotik aludəçisi olan Röyal həyat yoldaşından və qaynanasından pay torpağını satıb pulunu ona vermələrini tələb edib. Buna görə də Röyal Məmmədov ilə həyat yoldaşı Günel Məmmədov arasında daimi münaqişə yaşanıb. Sonuncu mübahisə zamanı isə Röyal bıçağa əl ataraq arvadını başını kəsəcəyi ilə hədəliyib. Bundan qorxan Günel Məmmədova evin zirzəmisində gizlənib. Həyat yoldaşını tapa bilməyən Röyal oğlu Röyamini aldadaraq anasının yanına aparacağını deyib. Günel Məmmədovanın qisasını oğlundan almaq istəyən Röyal Məmmədov onu fəaliyyətdə olmayan Köynəkənd yeməkxanasına aparıb. Tikintinin zirzəmisində oğlu Röyaminin başına 6 çəkic zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib. Röyal Məmmədov dəfələrlə həyat yoldaşı və qaynanasına məxsus əşyaları sataraq pulunu şəxsi məqsədləri üçün mənimsəyib. Sən çörək pişir, təndirə mən aparım verim, satım, oturum, yeyim ikimiz evdə. Sən ancaq zülüm çəkinən, həyətimin çardağı satıb, navesini satıb, həyətimin turbaları satıb, damımın qapısını satıb. Oturub evdə nə işləmir, nə eləmir, ancaq deyir, sən işlə ginəni, gətir ginəni, satım soğum, mən yeyim. Əvvəllər oğurluq üstə məhkum olunan Röyal Məmmədov 2 il öncə həbsdən çıxıb. Əvvəl də evli olan Röyal Məmmədovun ikinci nikahdan 3 uşağı var. 7 yaşlı Röyamin isə bu evlilikdən olan böyük uşaqdır. Övlad qatili olan Röyal Məmmədov polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Elnarə İbrahimova, Mirəl Əkbər Hüseynov, Sabirabad. Yer üzərində mövcud olan bütün canlılar, hətta ən vəhşi heyvanlar belə övladlarını təhlükədən qorumaq üçün özlərini can alancaq hadisələrin mərkəzinə atır, balalarını mühafizə edirlər. Hətta çoxlarımız tanışıq ki, insanlar var ki, valideynlər var ki, övladlarını övlad sahibi olmaq, ata-ana statusuna sahib olmaq, bu sevinci yaşamaq üçün 10 il, 15 il, 20 il, hətta 30 il belə gözləməli olurlar. Doğrudan da övlad ulu yaradan tərəfindən bəşər övladına verilə biləcək ən ülvi hissdir. Doğrudanmı bir insan məhz bu ülvi hissə, bax bu övlada canına qıya bilər, onun həyatını əlindən ala bilərmi? Məncə bu insanlıqdan kənar ola biləcək bir şeydir. Bunu ancaq vəhşi bir varlıq törədə bilər. Təəssüflər olsun ki, insanlar arasında bu cür varlıqlar mövcuddur.